Salam, kanalımızda hər birinizi xoş gördük dəyərli izləyicilər. Bugünkü videomda üzəri xırçıltılı, içərisi yumuşaq və ətrindən, dadından doymadığımız baton çörəklərindən hazırlayıram. İlk öncə xəmirimiz üçün mayalı bir qarışım hazırlayıram. Bunun üçün 1 stəkan ilıq su, 1 paket instant maya və 1 çay qaşığı şəkər tozunu əlavə etdim. Maya hazırladığım qaba biraz da qarışdırıram ki maya ərisin. Daha sonra 1 stəkan unu qarışdırıb çırpıcı vasitəsilə 15-20 dəqiqə mayalanmağını gözləyəcəm. Xəmir yoğuracağım qaba 1 dolu stəkan ilıq su, 2 dolu stəkan unu əlavə edirəm və bunları biraz qarışdırıb 20 dəqiqə bir kənarda saxlayacağım. Onu da qeyd edim ki, mən 2 çörəyin xəmirini hazırlayıram. İstəsəniz siz bunu 2 qat, 2 porsiya hazırlaya bilərsiniz. Mayamız artıq aktivləşdi. Gördüyünüz kimi necə də gözəl qabarıb. 20 dəqiqədir ki, saxlayıram mayanı. İndi mən bu mayalı qarışımı hazırladığım xəmirin üzərinə əlavə edəcəm. Maya ilə xəmiri bir-birinə qatıram, yaxşıca spatula vasitəsilə qarışdırıram. Daha sonra üzərinə 1 dolu çay qaşığı duz əlavə edirəm. Yəni xəmirin duzunu indi əlavə etdim. Əvvəlcədən duz vurmamışdım xəmirə və bunu 1 dəqiqə, 2 dəqiqə belə qarışdırıram ki, duz da xəmirə qarışsın. Daha sonra 1 dolu stəkan un götürürəm və bu unu yavaş-yavaş xəmirə yedirdə əlavə edirəm. Xəmirimiz bərk olmamalıdır. Sonda götürdüyüm 1 stəkan unun hamısını əlavə etdim xəmirə. Xəmirin bərkliyi, yumşaqlığı necə olmalıdır? Yoğurandan sonra onu sizə göstərirəm. Əlimə biraz da yapışan belə yumşaq xəmir alınmalıdır. Xəmirin üzərini örtürəm və isti bir yerdə 1 saat ərzində mayalanmasını gözləyəcəm. Dəyərli izləyicilər, videomuzu ardıcıllıqla sona qədər izləsəniz, bu çörəkləri hazırlamaq sizin üçün çox asan olacaq. Artıq 1 saat keçdi. Xəmirimiz gördüyünüz qədər 2 qatına çıxıb mayalanıb. Xəmirin çox da havasını çıxartmıram və 2 ədəd çörəyi hazırlayacağım mən bu xəmirdən. İstəyə görə bunu siz 3 yerə də bölə bilərsiniz. Biraz çörəklərinizin ölçüsü xırda olacaqdır. Xəmirin havasını çıxartmadan kənarlardan içəriyə doğru yığıb bir böyük kündə edirəm və bunu isə 2 hissəyə ayıracağım. Ayırdığım hissələri isə bu formada kündəliyirəm və biraz diqqətlə baxsanız, yəni mən bu xəmirin havasını çıxartmadım. Yavaş-yavaş kənarlardan içəriyə doğru yığıram və üzərini örtürəm. Yenə də 20 dəqiqə saxlayıram. Mayalı xəmirlə hazırladığımız çörəkləri, bişintiləri hazırlayanda biraz səbirli olmalıyıq ki, mayalama proseslərini düzgün edəndə bişintilərimiz çox gözəl alınacaqdır. Artıq 20 dəqiqə keçdi. Xəmirim biraz da mayalandı. İndi isə əlimlə kənarlardan baxın, gördüyünüz kimi bu formada içəriyə qatlaya-qatlaya çörəyimi formaya salıram. Evdə hazırladığımız bu baton çörəklərin dadı marketdən aldığımız batonların dadından qat-qat dadlı, tamlı olur. Xəmiri bükəndən sonra əlimlə bu cürə birləşdirirəm və birləşdirdiyim hissəni çevirirəm ki, çörəyin alt hissəsində qalsın. Sobamın listinə qoyuram. Sobamın listindəki taxta qaşığa görə təəccüblənməyin, yəni onu mən küləkli hava olduğu üçün yağlı kağızın üzərinə yerləşdirmişdim ki, külək uçurmasın yağlı kağızımızı və ikinci çörəyimi hazırlayıb formaya salıram. Dəyərli izləyicilər, bu xəmirin tərkibinə kəpəkli un da əlavə edə bilərsiniz. Mən sadəcə ağ undan hazırladım və kənarlarını gördüyünüz kimi bu cürə birləşdirirəm və daha sonda yenə də əlimlə formaya salıb kağızımızın üzərinə yerləşdirirəm. 15 dəqiqə yenə də saxlayıram və sonda xəmirlərin üzərinə sadəcə su çəkirəm hər bir tərəfinə. Çörəklərimizin üzərinə iz salmaq üçün kəsici bir vasitə ilə çox da dərin olmayaraq kəsirəm və artıq sobamıza
yerləşdirəcəm. 220 dərəcədə alt-üst ayarla yarım saat bişirəcəm. Onu da qeyd edim ki, alt hissəsinə qaynar bir qabda su yerləşdirirəm ki, buxarında çörəklərimiz bişsin. Bu buxar çörəklərimizin üzərini çox xırçıltılı eləyir və çörəklərimizin içi isə yumşaq bişir. Yarım saat keçdi və mən suyu çıxardıram. Bundan sonra 20 dəqiqə, 25 dəqiqədə qızarır. Qızarandan sonra artıq çörəklərimiz hazırdır. Dəyərli izləyicilər, çörəklərimiz çox gözəl qabarıb. Gördüyünüz kimi çox da gözəl bişib və mən bunu indi xırçıltısını sizə göstərmək istəyirəm. Çörəklərin üzəri çox xırçıltılıdır, içərisi isə yumşaqdır. Əziz xanımlar, evdə çörək bişirmək evin ruzisini, bərəkətini artırır və mən çörəyimiz hələ də soymayıb, isti-isti mən kəsib sizə göstərirəm. İçi də çox gözəl bişib və qabarıb. Göz haqqınızı halal edin, yorumlarınızı gözləyirik. Videomuzu bəyəndinizsə, zəhmətimizə dəyər verib, kanalımıza abunə olub, yorum yazmağı unutmayın. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın. Allah'a əmanət olun.